müşrik oldular. Onlar la ilahe illallah demədilər. Ancaq eyni vaxtda onlar Allahı Rəbb kimi qəbul edirdilər. Onları da, yerləri, göyləri də yaradan məhz Allah olduğunu onlar qəbul edirdilər. Allah Taala bir neçə ayədə bunu bizə xəbər verir. Buyurur ki: "Və la in sa'altahum men xalaqahum la yaqulunallah." Sən onlardan soruşsan ki, onları kim yaradıb? Deyəcəklər ki, Allah. "Və la in sa'altahum men xalaqas semawati vel arda la yaqulunallah." Onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb? Deyəcəklər ki, Allah. Və bundan əlavə də bir çox ayələr var ki, biz yəqinliklə bilirik ki, həmən o müşriklər, ərəb müşrikləri Allah Taala'nın Rəbb olduğunu, Xaliq olduğunu iman edirdilər buna, inanırdılar. Lakin onların problemləri nə idi? La ilahə illallahla. Yəni ibadəti Allaha tək qılmaqda idi problem. Yəni tək Allaha ibadət eləməkdə idi problem. Ona görə də sən desən ki, la ilahə illallahın mənası Allahdan başqa Rəbb yoxdur, Xaliq yoxdur, onda nə fərq oldu ki, onu belə biz də deyirik, onu həmən müşriklər də deyirdilər. Axı fərq onda deyil. La ilahə illallah sözünün mənası, tərcüməsi məhz Allahdan başqa haqq məbud yoxdur deməkdir. Biz desək ki, yəni qayıdıram sizin birinci sualınıza ki, desək ki, Allahdan başqa məbud yoxdur, yəni haqq sözünü qeyd eləməsək, onda belə çıxır ki, bütün ibadət olunanlar, bütün ibadətlər Allahın özüdür. Bu da küfrün ən böyüyüdür.